Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Mən texnologiya təlimçisi Əmraslanova Cəmalə. Bugün sizlə 8-ci sinifin 7-ci mövzusu olan metalın bədii emal texnologiyası haqqında danışacağam. Deməli müəllimlər, metal nədir? Metal dartılma qabiliyyətinə malik olan bir xammaldır. Və adətən qədim heykəltaraşlar öz heykəllərinə nazik qızıl və gümüş lövhələr geyindirirlər ki, daha dekorativ görsənsin deyə. Və dekorativ tətbiqi incəsənətin metal emal etməklə işlənən növündən biri zərbetmədir. Zərbetmə nədir? Zərbetmə təsvirdir, imzadır. Bunların metal lövhə üzərində müəyyən relyeflə zərb edilməsidir. Hansı ki, şəkil 1-də zərbetmə göstərilmişdir. Zərbetmədən adətən yastı relyefli və həcmli təsvirlər almaq olur. Deməli, qədim Misirdə, Yunanistanda, Romada sənətkarlar yüksək plastikaya malik metal lövhələrdən hərbi yaraq əsləhə, qab-qacaq və zəh məmulatlar hazırlayırdılar. Məişət əşyalarının dekorativ işlənməsinin müxtəlif üsullar arasında zərbetmə daha mühüm yer tutmuşdu. Və qədim sənətkarlar da alçaq və yüksək relyef yaratmaq üçün çox saylı zərbetmə üsulları bilirdilər. Eyni zamanda onlar müxtəlif zərbetmə texnikalarından istifadə edirdilər. Metal üzərində naxış salan ustalar təsvirin hamar və parıltılı elementlərini və yaxud sujetli lövhələri onlara tutqun fon verməklə, hansı ki oymadı, həkk etmədi, naxış açmadı, daha sonra qazma kimi qızla boyama ilə işləyirdilər. Metal lövhə üzərində relyef xüsusi alətlərin köməyi ilə işlənir, hansı ki bu alətlər naxış salma üçün gəlib və çəkicidir. Çəkicilər metal və yaxud da ki taxtadan hazırlana bilir. Metal üzərində naxış salmada laton, mis, alüminium, polad, bürünc, bəzi hallarda isə qızıl və gümüş lövhələrdən istifadə edirdilər. Zərbetmə üçün nəzərdə tutulmuş metal lövhənin qalınlığı isə 0,2-1 mm olmalıydı. Ən sadə növü isə naxış basmadır. Naxış basma nədir? Naxış basma əl və alətlərin köməyi ilə basıb yastılamaqla folqa üzərində relyef təsvirinin işlənməsidir. Naxış basma mexaniki bəzək vurma üsuludur. Folqa üzərində əllə naxış basma metalın bədii emalının çox qədim üsullarından biridir. Folqanın yumşaq və plastik olması ən sadə alətlərin köməyi ilə olduqca tez bir zamanda lazım olan relyef təsvirini almağa imkan verir. Adətən medalyon və döş nişanlarının maketini hazırlayırlar. Sadə və asan başa gələn olduğu üçün son zamanlar naxış basmada çox sevilən bir sənət növünə çevrilmişdir. Bəs bu naxış basma folqa üzərində hansı alətlərin köməyi ilə icra edilir? Belə ki, folqa üzərində naxış basma xüsusi alətlərin köməyi ilə həyata keçirilir. Bunlar şəkil 3-də göstərilmişdir. Naxış iz salan alət adı, əzmə üsulu ilə kürəyə bənzər iz salan alət, puanson, eyni zamanda onun digər adı metal yayan ştampın öz hissəsidir və diskli iz salan alətdən ibarətdir. Nazik iz salan alət 1 mm diametrində dəyərmi cilalanmış başlığı olan metal bir mildir. Konturları döymək üçün istifadə edilir. Bu aləti yumru başlıqlı bizlə və yaxud deyəcəkli qələmdən əvəz etmək olar. Əzmə üsulu ilə kürəyə bənzər iz salan aləti isə kürə şəkilli izlərin salınmasında istifadə edilir. Puanson, ulduz, xaç formalı ucluqları olan naxış basma alətidir. Təsvirin fonu işlənir. Diskli iz salan aləti isə fırlanan yumru və dişçikli diskləri olan düz və ya qırıq-qırıq xətlərin salınması üçün nəzərdə tutulmuş bir alət növüdür. Bəs naxış basma texnologiyası nədən ibarətdir? Belə ki, naxış basma əməliyyatı üzərinə dəri, mahud, linoleum döşəməyə vurmaq üçün nəzərdə tutulmuş qalın müşəmbədir. Keçə və yaxud da ki fetir, ən zərif keçə növüdür. Çəkilmiş masada aparılır. Folqanın üzərində rahat sürülsün deyə alətlərə mum və parafin, neftdən alınmış mum oxşar maddə çəkilir. Naxış basma aşağıdakı əməliyyatlardan ibarətdir. İlk öncə təsvir götürülür. Hazır təsvir götürülür, onun eskisi işlənir. Daha sonra təsvirin üzərinə folqa qoyulur. Qələm və yaxud da ki nazik iz salan alət vasitəsilə basaraq onun ətrafı möhkəmləndirilir.
Böyük elementlərin basılmasına başlanılır. Daha sonra üst tərəfdəki qabarıq hissələr folqanın arxa tərəfinə basılır. Təsvirin basılmış surəti alınır. Folqa qalın fetrin üzərində yerləşdirilir. Basmanın fonu nöqtələr və ulduzcuqlarla işlənib tamamlanır. Və daha sonra isə təsvir edilmiş medalyon hazırlanır, hansı ki şəkil 4-də D-dən söhbət gedir. Və deməli sonda alınmış relyef kazein yapışqanlı, təbaşir, əlif yağı və yağlı boyanın qarışığından hazırlanmış məhlullar mastika və zamaska ilə möhkəmləndirilir. Naxışbasmadan əlavə metal məftildən insan, quş, heyvan, balıq fiqurları, yarpaq, güllərdən ibarət kompozisiyalar yaratmaq olur. Və məftildən hazırlanmış bəzəkli məmulatlar, gül dibçəkləri, külqabı, şam və s. üçün altlıq kimi istifadə edilə bilər. Adətən belə məmulatlar mis, alüminium, polad, latin məftillərdən hazırlanır. Bərk polad məftil yüksək hərarətlə qızdırılır, yavaş-yavaş soyudulur. Və bu üsulla emal edilən məftil yumuşalır, rahat əyilir. Məftilin ucları qaynaqla burularaq bərkidilir. Qayçı və folqa ilə işləyən zaman təhlükəsiz qaydalarımız var ki, qayçının üzükləri irəli olmaqla ötürməli, qayçını masanın kənarına qoymamalı, qayçı ilə ehtiyatla hərəkət etməli, ucları yuxarı tutmamalı. Qayçı ilə işləmədikdə onun ucları qapanmış halda saxlanmalıdır. Folqa ilə işləyən zaman əlləri qorumalı. Folqa nazik olarsa o metaldır və onun kənarları əli kəsə bilər. Bu mövzumuz çox asan, çox sadə mövzularımızdan biridir. Diqqətlə qulaq asın və öyrənin. Uğurlar hər kəsə.